Salam, hörmətli müəllimlər və həmkarlar. Deməli, qrupumuzda paylaşılan MİQ və sertifikasiya suallarının izahını sizinlə paylaşacağım. Yəni, müəllimlər bunu qrupda paylaşıb, biz də bunu yığcam PDF formasına gətirib sizə təqdim edirəm ki, bəzi müəllimlərin də məsələdən xəbəri olsun. Və eyni zamanda yenə də fikircə çatdırmaq istəyirəm ki, bizim onlayn dərslərimiz davam edir. Yaxşı nəticə toplamaq istəyən müəllimlər bizim dərsimizə qoşula bilər. Yəni, bizdə reklam deyil, sadəcə reallıqdır. Yəni, fizikanı dərindən öyrənmək istəyən müəllimlər bizim dərslərimizə qoşula bilər. Vaxt itirmədən testlərin izahına başlayaq. Deməli, o nöqtəsi ətrafında dönə bilən eyni bölməli çubuq KL və MN ipləri vasitəsilə şəkildəki kimi tarazıda saxlanılmışdır. Buna əsasən MN ipindəki gərilmə qüvvəsinin, deməli, MN ipindəki gərilmə qüvvəsinin KL ipindəki gərilmə qüvvəsinə nisbətini bizdən soruşur. Biz burada, bu MN ipi budur. MN. Bunun iki dənə toplananı var. Biri, deməli, X toplanandır. X toplanan, bu fırlanma oxundan keçdiyinə görə bu moment yaratmayacaq. Biri isə Y toplananıdır. Bu Y toplananı budur. Deməli, yazıram T. Deməli, N'in Y toplananı nədir? Bucağa bitişik katetə kosinus deyirlər. Bu aşağıdakı kosinus, yuxarıdakı sinusdur. TMN var. Sinus 37, elə birbaşa yazıram 0,6. Aha. Bunu yazdıq. İndi burada KL-də biz bilirik ki, gərilmə qüvvəsi həmişə cisimdən kənara doğru çəkilir. Burada da olacaq TKL. İndi burada bir dənə şey var. 37-dirsə, bu olacaq 53. Burada 90-dır. Deməli, biz bilirik ki, 90-ın qarşısı 5K-dır. 53-ün qarşısı 4K-dır. Pifagoradadır. 37-nin qarşısı 3 dənə K-dır. Aha. İndi biz burada görürük ki, 3K neçə bölgüdən ibarətdir? 1, 2, 3, 4, 5. Deməli, yazıram burada. Bax, burada yazıram. 3K 5-ə bərabərsə, onda hər K-nın payına düşür 5/3. İndi biz burada nə edəcəyik? Bax, bu 0,6 TMN var, ha. Bunun qol. Buradan bura qədər olan məsafədir. Bu məsafədə 4K-dır. 4 K-nın da yerinə yazacağım 5/3 bərabərdir. TKL-in də qolu məlumdur da. Buradan bax, bura qədər olan məsafə 1, 2, 3, 4. Söhbət bundan bu ixtisar getdi. Sonra 5-i 0,6-ya vuranda 3 eləyir. Bundan da bu getdi. Buradan alıram ki, TMN bərabərdir TKL və KL. Bunların nisbətdə 1-ə bərabərdir. Keçirik növbəti suala. Deməli, çəkisi nəzərə alınmayan çubuq və çəkisi 4 Newton olan kürə ilə qurulan sistem şəkildəki kimi tarazlıqdadır. Bizdən soruşur, ip maksimum 5 Newtonluq gərilmə qüvvəsinə tab gətirə bildiyinə görə, deməli, bu 5 Newton gərilmə qüvvəsinə tab gətirir. Avtomatik bunu proyeksiyalara, bu 90-ca, bura 30 olacaq. Bunun 2 dənə proyeksiyası var. Biri X-dır. X. Biri də Y-dir. X, deməli, moment yaratmır. Çünki bu fırlanma nöqtəsindən keçir. Bunu biz nəzərə almayacaq. Bu olacaq TY olacaq 5'ün. Sinus 30'dur. Bu da elə birbaşa yazıram. 2,5. 2,5. 5'i vuracam elə bil 2-də 1'ə. 4 Newton da deməli aşağı
ağırlığı aşağıdır. İndi bu nə qədər buradan bura məsafə gedəcək, bunu mən bilmirəm də. Buna bir dənə x deyirəm. Deməli, momentlər qaydasına görə 2,5 fy vur. Deməli, qolu bax buradan bura qədər olan məsafədir. 1, 2, 3, 4, 5, 6, 7, 8. 4 newtonun da qolum bilmirəm də. Buna x dedim. Все. Deməli, oldu. 2,5'i neçəyə vurdum? 1, 2, 3, 4, 5, 6, 7, 8'e. Düzdür? Aha. 4 newtonu da vurdum x-a. Deməli, buradan alıram ki, 2,5 fy vur 2 bərabərdir. 4 ilə 8 ixtisar gedir. 4'ə burada qalacaq. Deməli, x. Bunda x bərabər olacaq. Ha. fy niyə yazmışam bura? Ha. Belə yazmalıyam. Mən yazmalıyam ki, 2,5 vur 8 bərabərdir 4 vur x. Və buradan tapıram ki, bu ixtisar gedir buradan. X bərabər 5. Deməli, bu nöqtədən 5 bölgü aralı. 1, 2, 3, 4, 5. M nöqtəsi. Demək, cavab olacaq C variantı. Sonra baxırıq növbəti suala. Şəkildəki kimi M nöqtəsi ətrafında fırlana bilən divara bağlanan bir cins kat çubuğu el cismi vasitəsilə tarazlıdır. Kat çubuğunun çəkisi verib bizə P. Və bunun çəkisi P-dir, düz ortaya tətbiq olunur. Və çubuğun uzunluğu mən L hərfi ilə işarə eləsəm, onda bura olacaq L bölünmüş 2. Və avtomatik bu kat çubuğunun çəkisi P olduğuna görə L cismi də bilirik ki, L cisminin isə eyni ipdir, gərilmə eyni olur. Bu da olacaq PL. PL və bunun 2 dənə proyeksiyası var. Və biri x-dır, biri də y-dir. Deməli, bu x yaratmayacaq moment. Все, burada çətin bir şey yoxdur. Deməli, nə edəcəm? Bu x proyeksiyası da olacaq, bunu silirəm. X proyeksiyası da olacaq, PL vur sinus 37, yəni 0,6. Yazıram 0,6 PL vur. Bu dayağa qədər olan məsafə L bərabərdir P vur dayağa qədər olan məsafə L bölü 2. L'lər getdi burada. Buradan PL nəyə bərabər olacaq? PL bərabər olacaq P bölünmüş 1,2. Bunu da ixtisar aparsaq, deməli olacaq 5 bölü 6 olacaq da. 5 bölü 6 P. Cavab Y variantı. Sonra keçək növbəti suala 16. Burada da bizdən F-i soruşur. Bax müəllimlər. Bura F-dirsə, bu ip F-dirsə eyni ipdir. Burada olacaq F. Burada olacaq F. Onda yuxarıdakı ip olacaq F plus P. Eyni ipdir. Bu da olacaq F plus P. İndi bax, bu 4 P-nin düz ortasından bir dənə xətt çəkirəm. Bunu yuxarı çəkən, görün, neçə dənə şey var. F plus P plus F bərabər 4 dənə P. Deməli, alıram ki, buradan 3 dənə F bərabərdir 3 dənə P. F bərabər P-yə. Cavab oldu A variantı. Keçək 9-cu suala. Deməli, 9-da çəkisi 10 newton olan bir cins çubuq. Düz ortasından bunun ağırlığını çəkirəm 10 newton. Və eyni zamanda bunu da proyeksiyalara ayırmalıyam, avtomatik. Kosinüsü, deməli, fırlanma nöqtəsindən keçir. Bunu nəzərə almıram. Deməli, bunun x toplananının proyeksiyası var. T desəm bura, olacaq T vur sinus 53. Sinus 53-də 0,8-i verir, səhv eləmirəmsə. Çox güman ki, elə olacaq. 0,8. Aha. Deməli, bu nöqtəyə görə moment alıram. Yəni, bax, bu 60 ilə 10 saat əqrəbi istiqamətində fırladır. T vur 0,8 saat əqrəbinin əksinə. Deməli, nə olacaq? Deməli, onun momenti nədir? 10 vur qolu, bax, buradan bura qədər olan məsafə 2 plus 60-ın da qolu 60 vur 1-dir də, bax bu.
60 bərabərdir. 0,8 t-nin də qolu. Deməli, buradan bura qədər olan məsafədir 4. Всё. Deməli, 20 o da 60, 80 bərabərdir. Deməli, 4t var 0,8. Всё. İndi baxaq. Bunu böləndə hardasa deməli olacaq nə burada? 0,8 t bərabər olacaq. 0,8 t 80-ı 4-ə böləndə eləyir 20. Onda t bərabər olacaq. T bərabər olacaq. Deməli, nəsə burada elə bil görək nəyisə səhv yazmamışıq. Deməli, 10-u vurdum 2-yə, 60-ı vurdum 1-ə, t var 0,8-i də vurdum 1, 2, 3, 4-ə, düzdür. 20, o da 60, 80, 4t var 0,8. Aha, 0,8 t bərabərdir. 80-i 4-ə böldüm 20. Buradan 200-ü 8-ə böləcəm də. Düzdür də. 8-in 16, 5 düzdür, 25C variantı. Sonra baxaq buna. 20-ci suala. Çəkisi 20 Newton olan eyni bölməli bir cins lövhə. 20 Newtondursa, aha. 20 Newtonsa düz ağırlığa ortasına tətbiq olunur. 20 Newton. Burada da olacaq 20 Newton. Burada da olacaq 20 Newton. Deməli, eyni bölməli bir cins lövhə. Bax, burada olacaq. İndi bunu momentini hesablayacaq. Deməli, 20, bu 20-lər saat əqrəb istiqamətində fırladır. F isə saat əqrəb əksinə. Hər bölgünü də x qəbul eləsəm, bax buranı. X qəbul eləsəm. Burada deməli 20-yi vur. Buradan bura qədər olan məsafə. Bax, buradan bura qədər olan məsafə. X bölü 2. Olacaq deməli 20 var x bölü 2. Plus 20 var. Bax, bunun qolu. Buradan bura qədər olan məsafədir. Onu da yazıram. Deməli, x plus x bölü 2 plus 20 var. Bunun da qolu olacaq. Buradan bura qədər olan məsafə. Bax. Buradan bura qədər olan məsafə. Deməli, olacaq 2x plus x bölü 2. Bərabərdir. F var. F var. F'in qolu da olacaq bu. F'in qolu. Fırlanma nöqtəsindən qüvvənin təsir xəttinə endirilən perpendikulyar. 1, 2, 3x. Deməli 3x. Deməli burada nə edəcəyik? Hesablamaq lazımdır. Yirmini 2-yə böldüm elədi. Deməli 10x plus 3x bölü 2 20 var. 3x bölü 2 plus 20 var. 5x bölü 2 bərabərdir. F var 3x. Всё. Burada x'lər gedir hamısında. Qalır nə? 10 plus 30 plus 50 bərabərdir 3 dənə f-ə. 90 f. Deməli 90 bərabərdir
3 dənə F-ə. F bərabərdir 30. Cavab Y variantı. Keçək 18-ə. 18 əslində şifahi sualdır. F qüvvəsini hesablayın. 4 Newtondursa, bu da 4 Newtondur. Deməli, bunu sağa çəkən qüvvə, sola çəkən qüvvəyə bərabər olmalıdır ki, bu F burada tarazda qalır. Cavab B variantıdır bu. Sonra keçək 13-cü suala. Çəkisi P olan cisim. Şəkildəki kimi çəkisi nəzərə alınmayan KLM çubuğunun L ucundan asdıqda sistem tarazda. Buna isə X blokunun çəkisini tapın. Deməli, P-dirsə bu iki yerə ayrılacaq da həmin P. Çəkisi nəzərə alınmırsa. Deməli, bura olacaq P bölü 2. Bura olacaq P bölü 2. Bax, fikir verin. Eyni ipdə gərilmə eynidir. Bu da olacaq P bölü 2. Bu da olacaq P bölü 2. İndi bu X blokunun da çəkisi aşağı düşür də. Px. İndi bu blokun düz ortasından xətt çəkirəm. Yuxarı P bölü 2 plus P bölü 2 var. Aşağıda isə Px plus deməli P bölü 2. Sö. Buradan Px tapanda eləyir P bölü 2. Cavab burada olacaq A variantı. Sonra baxaq 9-cu suala. Şəkildəki sistemdə hər bir blokun çəkisi P-dir. Bu da P-dir. Deməli, bu da P-dir. Bu da P-dir. Bizdən ilk qismi neçə P olar, onu soruşur. Bax, burada 9P, o da P, 10P. Deməli, hər ipə 5 dənə P tətbiq olunur. İndi fikir ver, P, bu da P. P, bu da 5P, 6P. Deməli, bu ipi yuxarı 6 dənə P də artır. Burada isə, deməli, P, bu da 3P. Bu da olacaq, bax, buradakı gərilmə də olacaq 4 dənə P. Plus da bu X-in paralel toplananı var. 0,6 P X. Şu. Yazıram. 4 plus 0,4 P üstə gəl. 0,6 Px bərabərdir. Deməli, 6 dənə P-yə. 6 dənə P-yə. Burada 0,6 Px bərabər 2 dənə P-yə. Burada Px bərabər 20 P böl 6. Bu da eləcə 2-yə xəsərləsəm, eləcə 10 P böl 3. Cavab B variantı. Sonra baxaq 7-ci suala. Deməli, bir ucu yerə toxunan, digər ucunda isə 4 kiloqram kütləli cisim asılan bir cins və bərabər bölgülü KL çubuğu tarazıldadır. Çubuğun ML hissəsini kəsdikdə və burada bir dənə şeyə diqqət edin. ML hissəsi kəsiləndən sonra bu tarazıda qalıb. Yəni, bax, məsələ belə olacaq. Bax. ML hissəsi kəsiləndən sonra 1, 2, 3, 4, 5 dənə bunun bölgüsü qaldı. 1, 2, 3, 4, 5. Deməli, bu tarazıda qaldı. Deməli, tarazıda qalırsa, M-in də kütləsi 4 kiloqramdır. 40 Newton. Onda belə çıxır ki, 1, 2, 3, 4, 5. Onda belə çıxır ki, bunun 40-ı 5-ə böldü 8 eləyir. 1, 2, 3, 4, 5. Hər bölgü 8 Newton imiş. İndi bizə deyir ki, çubuğun əvvəlki uzunluğu. Deməli, tapdıq ki, hər bölgü 8 Newton'dursa, burada neçə dənə bölgü var? 1, 2, 3, 4, 5, 6. 6-nı 8-ə vuranda 48 eləyir. Çubuğun əvvəlki vəziyyətdə çəkisi nə qədər olar? Olacaq 48. Sonra keçək növbəti suala. Yox, bizdən deməli, nəyi soruşur? 40 Newtondur. Deməli, 1, 2, 3, 4, 5. 40-ı
Böldüm 5'e 8 düzdür. 1, 2, 3, 4, 5, 6 düzdür 48 Newton. Sonra keçək burada 3-cü suala. Hər birinin çəkisi 10 Newton olan və bir cins və eyni bölməli iki çubuq X və Y dayaqlarının üzərində çəkildəki kimi tarazıdadır. Hər birinin çəkisi 10-dursa 1, 2, 3, 4, 5, 6. Hər birinin çəkisi 10-dursa deməli 6 dənə var burada. Olacaq deməli 60 Newton. 1, 2, 3, 4, 5, 6. Bu da olacaq 60 Newton. İndi bunları olacaq NX, bu olacaq NY. Все. Burada bu istədiyin nöqtəyə görə moment ala bilərsən. 60-dan 60 saat əqrəbi istiqamətində fırladır. NY saat əqrəbi əksinə. Yazacağım 60 vur 1, bunun qolu plus 60 vur. Bunun da qolu olacaq. Bax buradan bura qədər olan məsafə 2 bərabərdir. NY vur. Bunun da qolu bax buradan bura qədər olan məsafədir. 1, 2, 3, 4, 5. Deməli 60 o da 180 eləyir. 120 o da 180 bərabərdir 5 NY. Onda NY bərabər olacaq 36. Düzdür? 5, 6, 30. Hə. 36. Bunu tapdım. NY tapandan sonra NX-i tapmaq çox sadə. Yuxarı çəkən qüvvə aşağı çəkən qüvvəyə bərabərdir. Yəni NX plus NY bərabərdir 120. Onda NX nəyə bərabər oldu? 120-dən 36-sını çıxacaq. Ondan 6, 4. Deməli 11-dən 3-ün də çıxanda qalır nə qədər? 8, 84 Newton. X dayağının reaksiya qüvvəsini tapın. 84 Newton. Burada niyə? Hər birinin çəkisi 10 Newton. Üzr istəyirəm. Burada hər birinin çəkisi 10 Newton. Bir cins və eyni bölməli iki cins. Hər birinin çəkisi 10 Newtondur. Biz niyə 60 yazırıq oraya? Hər birinin çəkisi 10'dur. Düzdür. Bax burada hərəsinin çəkisi 10'dur. Deməli bu olacaq 10. Bu da olacaq 10. Düz ortaya tətbiq olunur. Aha, все, bu da sadə bir şeydir. Deməli bax bu nöqtəyə görə moment alsam, bax bu 10'un qolu 1 bölgüdür. Plus bu 10'un qolu 2 bölgüdür. Yəni buradan bura qədər olan məsafə bərabərdir. NY vur 1, 2, 3, 4, 5. Все. Deməli 5 dənə NY bərabərdir 10, o da 20, 30. Buradan NY bərabər olacaq 6. Все. NY tapandan sonra yuxarı çəkən aşağı çəkənə bərabərdir. Deməli yazıram NX plus NY bərabərdir 20. Buradan mən NX-i tapa bilərəm də. 20-dən 6 çıxanda edir 14. Cavab D variantı. Sonra baxaq bu növbəti suala. Çəkisi 20 Newton olan, deməli çəkisi 20 Newton olan bərabər bölgülü bir cins çubuq. 20 Newton isə düz ortasından bunun ağırlığını çəkəcəm. Все. T-ni tapıramsa bu nöqtəyə görə moment alaram da burada. 20 ilə 5 bunu saat əqrəbi istiqamətində fırladır. T isə bunu saat əqrəbi əksinə. T vur. Yəni T-nin momenti nə qədərdir? T vur 3. 20'nin qolu 1'dir. Plus. Deməli 5'in də qolu 2'dir də. 10 eləyəcək. Onda 3 dənə T bərabərdir 30'a. T bərabər 10. Cavab A variantı. Yox, üzr istəyirəm. Buradan bizdən şeyi soruşur. Reaksiya qüvvəsini soruşur. Reaksiya qüvvəsi dayağa perpendikulyar olur da. Heç ona fikir vermirəm. N üstəgəl T bərabər nədir? Yuxarı çəkən aşağı çəkənə bərabərdir. 25'ə. Və buradan reaksiya qüvvəsini tapacaq 15. Cavab B variantı olacaq. Sonra çəkisi P olan cisim
Avtomatik bunun ağırlığı, deməli çəkisi P olan cisim link üzərində şəkildəki kimi olduqda ipdəki gərilmə T1 olur. Aha. Deməli çubuğun çəkisi nəzərə alınmır. İndi bu T1 olub da birinci halda. Bu nöqtəyə görə moment alaq. Deməli P vır 2 bərabər olmalıdır. T1 vır. Buradan buraya qədər olan məsafə 4. Deməli mən buradan tapdım ki, T1 nəyə bərabərdir? P böl 2. Bunu buradan tapdım. İndi ikinci hala baxaq. İkinci hala deyir ki, cisim L nöqtəsinə qoyulanda, yəni elə bil cisim gəldi bura qoyuldu, bax bura. Bura qoyulanda, yenə də bax, bunun ağırlığı aşağıdır P. İkinci halda yenə, bu da oldu T2-də ikinci halda. Yenə bu nöqtəyə görə moment alacağım. P vır, deməli buradan buraya qədər olan məsafə 3 bərabərdir. T2 vır, buradan buraya qədər olan məsafə 4. Buradan T2-ni tapacağım. 3 dənə P böl 4. T1 böl T2 nisbətini soruşur. T1 böl T2 bərabər olacaq. Deməli P böl 2-ni böləndə tərsi olur. 4 böl 3P. Bunlar iqtisad getdi olacaq. Deməli 2 böl 3. Cavab D. Baxaq ikinci suala. O mərkəzi ətrafında fırlana bilən bir cins diski tarazlıqda saxlayan F2 qüvvəsinin modulunu təyin edin. Bax, bu nöqtəyə görə moment alıram. Bu nöqtəyə görə moment alacağım. Deməli, F2-ni vururam, bax, bura. Buradan buraya qədər olan məsafəyə, OB. OB nədir? Yəni, OA üstəgəl AB-də, yəni 50 santimetr. Bax, buradan buraya qədər olan məsafə 50 santimetrdir. Yəni, OA ilə AB-nin cəmi. Bərabər olmalıdır, 20 vur. Bax, buradan buraya qədər olan məsafə. OA, yəni 20. Buradan F2-ni tapa bilərəm də mən. Düzdür? Deməli, bu 0 ilə bu 0 getdi. 40-ı da 5-ə bölündə eləyir 8. B variantı. Baxaq 18-ə. Deməli, şəkildəki 20 Newton yük F qüvvəsinin təsirlə taraz. Burada bir dənə şeyə diqqət eləmək lazım. Bu 20 Newtonun mail müstəviyə, deməli, bu alfa bucağıdır, düzdür? 20-nin kosinus, üzr istəyirəm, sinus alfası. Sinus alfa. Bu F-dirsə, bu da F. Bu F-dirsə, bu da F-dir. Yuxarı çəkən bunu 2F-dir. Onda 2F nəyə bərabər olacaq? 20 və sinusda bilirik ki, H-ın L olan nisbəti, yəni H-ın L-ə. Yəni 1-in 2 olan nisbəti, bu da eləcək 10. Buradan F-i tapacam nə? 5. Cavab A variantı. Və ən axırıncı suala baxaq. Çəkisi nəzərə alınmayan blok və mail müstəvidən qurulan sistem tarazıdadır. X-in çəkisi 80 Newton olduğuna görə Y-in çəkisini, yenə də burada 80 Newtonun sinusunu almaq lazımdır. Sinus da yenə də bayaq dediyim kimi H budur, L də budur. Elə burada yazım da 80 vur sinus alfa H-ın L olan nisbəti, yəni 1 böl 4. Bu da eləcək 20. Elə bunu birbaşa 20 yazıram. İndi bildiniz hardan gəldi o 20? 20 Newton. İndi bax, bu Y-dirsə, bu Y 2 yerə bölünür. Y böl 2, bu da Y böl 2, eyni ipdir. Bu eyni ipdir. Bu da olacaq nə? PY böl 2. PY böl 2 nəyə bərabərdir? 20-yə. Və buradan da PY nəyə bərabərdir? 40 Newtona. Bu qədər çox sadə. Diqqətinizə görə sağ olun.